Yakın gel, yakın gel. Gelin. Gelin güzel parçaya. Güzel elmalarımız var. Çin malıdır, Çin. Yakın gelin. Çok baha verirsen. Asil ipek parçadır. Götür. Hanım, Dedim istəmirəm, çok baha verirsen. yine yumuşaklığına bakın. Görünmeyecek güzel ipek Buyurun, parçadır. buyurun. Allah hayır versin. Çok sağ ol. Gitmeyin. Gelin. Yakın ucuz gelin, vereceğim. yakın gelin. Bu Gelin, kızıl, narahat temiz olmayın. kızıl değil. Bütün Ben sana pazarı sübut gezseniz ederim. böyle Ha? parça tapabilmezsiniz. Gördün? Gör ne kadar Çok geldi. güzel elmalarımız var. Bilirəm də. Temiz Yakın kızıl gelin. değil. Nasıl istiyorsunuz? Bakın. Gel buraya. Görün necə kuzu verirəm. Necədir? Bəyənirsiniz? Buyurun. Mən Hicazdan gəlmişəm. Allah Pulumu xeyir dəyişərsiniz. 10 sikkəyə 5 şeker. Gel ay müşteri. Nə qədər verim? 10 sikkə. Nə qədər eləyəcəm? Çok baha değil ki. Şu 10 Yok, sikkəyə yok. 5 şeker. Niye baha değil? Yox, çox azdır. Buna çok razı ola bilməm. Güzel. Özün bilərsən. Bu başka mesele. Bugün Şabbat günüdür. Niye iş güclə məşğul olursunuz? Şabbat gününə hörmət eləyin. İbadətlə məşğul olun. Dağılışın. Axı bugün bazarda axirətiniz üçün toplamağa Axı bu qarı niyə bu qədər başqa çox heç danışır? nə yoxdur. Onun sözləri Bugün təhlükəlidir. alver eləmək, Onu heyvan hamı kəsmək tanıyır. və başqa hər hansı bir işlə məşğul olmaq O böyük dəli bir günahdır. qoca qadındır. Məyər Tövratda oxumamısınız ki, bugün heç bir iş görmək olmaz? Bugün kəffarə günüdür. Yəhvanın huzurunda günahlarınızın kəffarəsi bugün verilir. Kim ki özünü bugündə zəlil eləməsə, Yəhva onu qiyamət Düz günü zəlil deyir. eləyər. O qadın düz deyir. Eləsə Bugün ey Şabbat Bəni günüdür. İsrail, Alış-veriş eləmək Bu günahdır. dünyanın fani bərbəzəyinə Bu nə görə sözdür öz belə? axirətinizi puç Ne eləməyin. günah. Ne Bilin şabbat. ki, bu Kahinleri dünyada görmürsən? etdiyiniz pis Geri əməllərə qayıt. görə Geri qayıt. Axirət dünyasında cəhənnəm odunda yanacaqsınız. Əgər belə getsə bazar Peyğəmbərlərin dağılacaq. sözlərinə Mən itaət neyniyim, eləyin neyniyim ki, axı? Həqiqət Əşit olardır. dəlidir də. Sidq ürəklə tövbə eləyin. Camaat, tövbə eləyin. Bilin ki, etdiyiniz bu günahlar sizin qazancınızdan bərəkəti də aparır. Salam olsun şücaət sahibi Fənailin qızı Hənnəyə. Nə istəyirsən? Siz çox gözəl danışırsınız. Mən bir ovuc sikkə verərəm ki, başqa bir yerdə danışasınız. Əzrailə necə? Əzrail? Ona da bir ovuc sikkə ilə cavab verəcəksən? Cənab Mikail, fikrimcə bu qadın məbəddən çıxarılmalıdır. Onun küfürlü düşüncəsi cəmaat arasında yayılır. Və bu, məbədin qazancı üçün ciddi təhlükə yaradır. Onu çıxarın, başqa yerə getsin. Elə biz də onun əlindən bezmişik. Amma bir çarə tapa bilmirik. Bir şey fikirləşərik. Ey qadın, niyə məbədin sakitliyini pozursan? Sakit ol, yoxsa göstəriş verərəm səni məbəddən qovarlar. Hörmətli kahin, siz Herodun əskərləri kimi danışırsınız. Siz də sərraf və dövlətlilər kimi cəmaatı əvvəlkindən daha çox tanıyırsınız. Məyər bura Allahın evi deyil? Məyər Allahın buyruğunu söyləmək və şabbatı saxlamaq lazım deyil? Ey cəmaat, onun sözlərinə qulaq asmayın. O küfür danışır. Allahın dinini bizim dilimizdən eşidin ki, biz çox kitab oxumuşuq. Sizin kimilərin kitab oxumağındansa, heyvanların kitablarla dolu şələ daşımağı daha xeyirlidir. O dəlidir, dəlidir. Gedin cəmaat, gedin. Axı niyə onun kimlərinin sözünə qulaq asırsınız? Bizim dediklərimiz düzdür. Gedin, gedin cəmaat, gedin. Alverinizi eləyin. Gedin işinizlə məşğul olun. Eşitdiniz kahinlər nə dedi? Gedin, gedin.
Zindanın rəisidir, xanım. Yaxşı, nə xəbər var? Miryam xanım çox sakitdir. Başqaları kimi ona da məhbus paltar verdik. Və saray paltarını geri aldıq. Zəkəriyanın tərəfdarlarından onun görüşünə gələn olmayıb? Xeyr, heç kəs. Hətta ən yaxın qulluqçusuna da görüşə icazə vermədik. Heç kimi onunla görüşməyə qoymuruq. İndi o tək və tənhadır. Bəs o neynir? Heç nə, yalnız dua eləyir. Dua eləyir? Onda hələ ruh yüksəkliyini itirməyib. Elə atası kimi məğrur və başı ucadır. Bugündən yeməyini kəsin. Əgər nəticə verməsə, onda susuz qoyun. Susuz, xanım. Sakit ol. Nə göstəriş versələr yerinə yetir. Səni sındıracağım Miryam. Görəcəksən. Ona bəslədiyiniz kin hələ də soyumayıb? Sən niyə narahatsan? Miryam ki sənin anan deyil. Mən Herodun Miryamı necə sevdiyini bilirəm. Əgər bu sevgi kinə çevrilsə, onun ateşi bizim hamımızı külə döndərər. Uşaqlıq eləmə Antipud. Sən onun taxt tacının varisisən. İndidən səltənətin möhkəmləndirilməsi fikrində olmalısan. Miryam bizim ən təhlükəli düşmənimizdir. Yusif, Salam cənab Heylər. eşitmişəm ki, məbədi tərk eləmək istəyirsən, düzdür? Bəli cənab. Cənab Zəkəriyanın yanına getmək istəyirəm. Mən mərhum ata-ananı tanıyırdım. Onlar yaxşı adamlar idi. Sən də məbəd cavanlarının arasında nümunəsən. Niyə getmək istəyirsən? Qal, dini təhsilini təkmilləşdir, sən yaxşı kahin olacaqsan. Yaxşı gəlirində olacaq. İstəyirəm cənab Zəkəriyadan dülgərliyi öyrənim və onun şagirdi olum. Ümidvaram ki, bu peşəni öyrənib onun gəliri ilə bir neçə kasıbın ehtiyacı olanın əlindən tuta biləcəm. Kahinliyə gəldikdə isə onların sayı məbəddə kifayət qədərdir. Həyatı vaxtında qəbul olunmuş qərarlar düzəldir. Sən də qərarını vaxtında qəbul eləmisən. Sən ağıllı və istedadlısan, Yusif. Ustadını yaxşı seçmisən. Mənə cavanlığımı xatırladırsan. Mən də bir vaxt sənin kimi ürəyimin istəyi ilə getmək istəyirdim. Amma tərəddüd elədim. Gedə bilərsən. Cənab Zəkəriya, mən hazıram. Yusif, gedək. Məryəmlə xudafizləşək. Məryəm! Məryəm! Salam. Salam. Yusif məbəddən gedir, mənim şagirdim olmaq istəyir. Bacım, mənə yadigar olaraq bir söz de. Zəkəriyyə Peyğəmbərin yanında olmaq böyük səadətdir. Onun qədrini bilin.
Mütləq. Sağ olun. Xudahafiz. Gedək. Yusif, Allahın xilqətinin gözəlliyinin nümunəsi olan bu gözəl təbiət də əbədi deyil və məhvə məhkumdur. Hər şey qiyamət günü yenidən qalxmaq üçün aradan gedəcəkdir. Qiyamət gününü inkar edən şəxslər niyə bizə mələklər nazil olmaz və ya niyə öz Allahımızı görmürük deyə soruşarlar. Həqiqətən özlərini böyük hesab eləyir və hədlərini aşırlar. Mələkləri gördükləri gün günahkarlara müjdə yoxdur. Həmin gün zülmkar öz əllərini çeynəyər və deyər, kaş ki, Peyğəmbərin yolunu tutaydım. Mənim səndən öncə çoxlu şagirdim olsa da, hər biri müxtəlif bəhanə ilə məndən uzaqlaşdı. Yusif, bir yetim uşağın rahatladığı beşiyi, yeri şumlayan xışı və bir pənahsızın ümid yeri olan daxmanı tikməyin necə də ləzzəti vardır. Ümidvaram sizin şagirdiniz olmağa ləyaqətim çatar. Elizabeth, bir bax, gör kim gəlib. Yusif, gözlərimə inana bilmirəm. Maşallah, lap böyük kişi olmusan. Salam. Salam. Hər zaman qulluğunuzdayım, xanım Elizabeth. Allah anana rəhmət eləsin. Kaş indi burada olub oğlunu görəydi. Yusif dülgərli işində mənə kömək eləyəcək. Nə yaxşı. Əvvəl bu pulun əvəzinə 10 şekel verərdik. kişi qulağa. İndi isə 3 şekel verirsiniz. Mənə qulaq. Axı belə olmaz. Bu insafsızlıqdır. Siz bizim dərimizi soymaq istəyirsiniz. Qarnını necə dolduram? Ay cəmaat qulaq. Uşaqlar evdə acından Bu ölür. sərraflar lap ağ edirlər. Biabırçılıq. Uşaqlarınızla buna bilmir. Uşaqlarımızı acından qırdıracaqlar. Belə yaşamaq olmaz. Mən Bu haqsızlıq cavabsız qalmayacaq. Al payını. Bir de sen al. Nə vaxta qədər bu zülmə dözəcəyik? Payını vermek lazımdı. Gösterdim la gününü. Bir dolu payını. Bu sözləri mənə deməyin, gedin məbədə bildirin. Burada hər gün dava olur. Artıq Axırda boğaza biz də yığılmışıq. payımızı alacağıq. Görərsiniz. Vakti ne kadar bizim paramızı içeceksiniz. Vakti ne kadar. Bizden bozmuyorlar. Ay cemaat, öz payınızı götürün. Tez olun, tez olun. Götürün ay cəmaat. Sizə demişdim axı, məbədi bu sələm yeyənlər və səzzafların ixtiyarında qoymayın. O zaman siz mənə qarşı çıxdınız və dediniz ki, məbəd və Allah dininin pula ehtiyacı var. İndi buyurun, baxın, görün bu fitnənin ateşi necə bizim hamımızı yandırır. Ora bakın cemaat. Ora bakın. Herod'un askerleri. Herod'un askerleri geliyor. Kənara çəkilin. Kənara çəkilin. Yol açın. Herodun əskərləri. Onlar burada nə edirlər? Məbədi tərk eləyin. Bura girməyə Nə haqqınız olur? yoxdur. Burada nə inirsiniz? Gedin nə buradan. istəyirsiniz? Bura məbəddir. Siz ikiniz də o tərəfə. Axı belə olmaz. Nə edirsiniz? altında saxlayın. çağırın. Bu barədə Bütün cənab kahinləri yasaklara bura. çatdır. Tez ol. Bir yerə yığın. Tez ol, get. Cənab Heç Zəkəriya. kim məbəddən Cənab Zəkəriya. çıxmamalıdır. Yahudi padşahı böyük Herod bütün kahinləri yanına çağırır. Herod çağırır. Bəli. Baxın, cənab Heylər də gəlir. Mən gedirəm başqalarına xəbər verim. Cənab Zəkəriya, elə indicə hamımız qəsrə getməliyik. Bağışlayın cənab Heyləl. Siz mənim bu zülmkarın qəsrinə ayaq basmayacağımı bilirsiniz. Dayan, Geri çəkil. gözlə. Olmaz. Məbəddən çıxmaq olmaz. Bu kimdir? Geyimindən kahinə oxşamır. Onu tanıyıram. Cənab Zəkəriyadır. Nə yaxşı. Zəkəriya da buradaymış.
Zəkəriyya. Onun tutulması üçün xüsusi fərmanımız var. Aparın onu. Baş üstə. Nəsə bunun gözüm Mənim də bundan gözüm çox fikir. Yəhudilərin hakimi Əlahəzrət Böyük Herod, Əlahəzrət Padşahın bacısı Debora və şərq bölgələrinin başçısı Şahzadə Antipod bura təşrif buyurub. Cənab, çağırdığınız bütün məbəd kahinləri buradadılar. Görürəm. Onu da görürəm ki, onların arasında bir nəfər padşahının qarşısında təzim eləmir. Deməli, Zəkəriyyə sizsiz. Qabağa gəlin. Sizin haqqınızda çox eşitmişdim. Lakin daha cavan olmanızı fikirləşirdim. Mən sizi həmişə yaxından görmək istəmişəm. Maraqlıdır ki, məbəddəkilərin hamısı sizi düşmən hesab eləyirlər. Siz isə onlara etinasız yanaşaraq dülgərlik işi ilə məşğulsuz və məbəd gəlirlərindən uzaq gəzirsiniz. Siz özünüzü Peyğəmbər adlandırırsınız. Mənim gələcəyimi də qabaqcadan deyə bilərsiniz? Bir söz deyin. Danışın ki, səsinizi eşidə bilim. Öz istəyi ilə bir yerə getməyən öz istəyi ilə də danışmaz. Baxışındakı qüdrət həqiqətən qibtəyə layiqdir. Bax, elə ona görədir ki, bu biçarələr hər gün sizdən şikayət üçün mənim yanıma gəlirlər. Əlahəzrət Herod, biz Dayan görüm. Qarşıya mühüm bir iş çıxıb. Rəyinizi bilmək istəyirəm. Sarayda mənə qarşı sui-qəsd hazırlanmaqda idi. Xoşbəxtlikdən qarşısı alındı. Bu xəyanətin səbəbkarı artıq həbs olunub. Ona şiddətli cəza vermək qərarına gəlmişəm. Əlahəzrət, xəyanətkarın edam hökmünü verməkdə padşahın, kahinlərin rəyinə ehtiyacı yoxdur. Bu hal istisnadır. Onu bura gətirin. Bu necə ola bilər? Miryam xanımı, Yahudilərin şəhzadəsi, padşahın sevimli xanımı ola bilməz. Bir sözlə. Miryam, qəsibkar Antigonosun qızı, Yahudilərin padşahının əleyhinə sui-qəsd günahı ilə edama məhkum olunub. Amma Əlahəzrət, Miryam xanım və sizə xəyanət? Yox, bu inanılası deyil. Mənim kifayət qədər dəlillərim var. Dəlillərinizi eşitmək istəyirik, ey padşah. Mən sizi dəlillərimi eşitmək üçün bura çağırmamışam. Padşah istəyir ki, ölkənin daxili vəziyyətini və son qiyamları nəzərə alaraq, Miryam xanımın edamını kahinlərin hökmü ilə səssiz-səmirsiz həyata keçirsin. Biz hamımız Böyük Herodun fərmanını dinləyirik və taxt-ı taca xəyanət eləyəni tənbih eləmək üçün siz necə məsləhət bilsəz, biz də o cür hökm çıxaracaq.
Xəbəriniz olsun ki, siz bir müttəhim üçün hökm verdiyiniz kimi Allah Taala da bir gün sizin üçün hökm verəcək. Siz cənab Herodun huzurunda ehkam dərsi keçirsiniz? Mən sizin xeyrinizə ola biləcək sözlərdən başqa nə isə söyləmədim. Bu məsələdə padşahın daha çox araşdırma aparması yaxşı olar. Sakit! Bura sizin üçün mübahisə yeri deyil. Mən istəyirəm ki, siz edam hökmünü təsdiq eləyəsiniz. Təsdiq eləyirsiniz? Başqa çarəmiz yoxdur, siz gərək təsdiq eləyəsiniz. Bizim Heroda gücümüz çatmaz. İcazə versəniz sizə bir dastan söyləyərəm. İbrətamiz olan bu dastan məsələnin həllinə yardımcı olmaqla yanaşı, bizim də qarşılaşacağımız şeylərə hazırlıqlı olmağımıza kömək eləyə bilər. Danış. Bir gün cənab Heyləl ilə birlikdə İmranın yanında idik. O bizə uzaq şəhərdə bir qüdrətli kişinin hökmranlığından danışırdı. Hakim Allahpərəst olmasa da, amma çox sevdiyi həyat yoldaşı imanlı və pəhrizkar bir xanım idi. Həmin qadın mehriban idi və kimsəyə əziyyət verməzdi. Rəiyyət içərisində onu çox sevərdilər. O kasıblar və ehtiyacı olanlara yardım edərdi. İmkan düşən kimi onların yanına gedərdi. Hakimin ətrafındakılar ona çox baxıllıq edərdilər. Onlar hiyləgərlik eləyərək qadının imanı barəsində ərinə danışdılar. Kişi həyat yoldaşının Allahpərəst olmasını bildikdə dərhal onu qətlə yetirdi. Həmin qadının qanının son damlası yerə düşən kimi onu peşmançılıq bürüdü və haqsız yerə cinayət törətdiyini anladı. Çünki qadın tərəfindən ona hər hansı bir təhlükə yox idi. Ondan sonra kişi rahatlıq tapmamaqla yanaşı, həm də ətrafındakılara qarşı bədgüman olmağa başladı. Nəhayət öz ətrafındakılarını da bir cəlladın qılıncına tapşırdı və əlini onların qanına bulaşdırdı. Günlərin bir günü ölüm onun da sorağına gəldi və onu da digər insanlar kimi ilahinin huzurunda cavab vermək üçün digər dünyaya apardılar. Məndən gələcəyiniz haqqında danışmağımı istəyirsinizsə, sizə deyirəm, hər kəsin gələcəyi onun əməllərindən asılıdır. Tərəddüd eləmə, Herod. Ehtiyatlı ol ki, cənab Zəkəriyanın sözləri səni tutduğun yoldan qaytarmasın. Onun məhəbbəti və düzgün fikri qərarına xələl gətirməsin. Hərçənd ki, belə sözlər yalnız qəlblərində zərrə qədər rəhm olan kəslərə təsir eləyər. Sənin kimi xudbinə yox, sənin kimi məqampərəstə yox. Kaş ki, o vaxt atamla bir yerdə göndərdiyin əskərlərin əli ilə mən də öldürüləydim. Heç vaxt sənin arvadın olmaq kimi rüsvayçılığı yaşamayaydım. Herod, bil ki, ölüm mənim üçün bu rəzalətli həyatdan 1000 dəfə yaxşıdır. İndi isə lap çoxdan ki arzuma yaxınlaşıram. Mən bu riyakarlıq zindanından azad oluram. Görürsüz? Görürsüz bu xain necə etiraf eləyir? Görün illərlə gizli saxladığı öz kinli qəlbinin son sirlərini necə hamıya əyan eləyir. Onun cəzası ölümdür. Herod bərk qəzəblənib. Bir tərəfdən Miryam xanımın sözləri, o biri tərəfdən də sarayda Zəkəriyanın dedikləri onu əsəbləşdirib. Dostcasına deyirəm, bir müddət Heroddan aralı gəzin. İnatkar Zəkəriyaya lənət olsun, hamımızı təhlükəyə atdı. Cənab Yasakar. Cənab Yasakar, mən... Sakit ol Mikail. Olmaya dalınca şeytan düşüb. Elə şeytan qədər qorxuncudur. Aydın danış. Bir vəhşi it, bir quduz it,
Bilmirəm məbədə necə yol tapıb. Gəlin özünüz baxın. Az qalmışdı məni tikə-tikə eləsin. Gəlin baxın. O hardadır? Məbədin cənub hissəsindən mənim dalımca qaçırdı. Aşağı Gözətçilərə olmalıdır. xəbər eləmədin? Necə xəbər eləyərdim? Az qalmışdı dişlər ayağıma batsın. Var gücümlə oradan qaçdım. Bir baxın, baxın. Ha, görürsünüz? Özü üçün orada gəzir. Görürsünüz? O kimdir? Baxın. Gecənin bu vaxtı xidmətçilərdəndir. Məryəm? Hardadır? Ha, oradadır. Deməli müqəddəs Məryəm budur? Nə qədər ki iş işdən keçməyib, gərək ona xəbər verim, yoxsa it onu parça-parça eləyər. Səbr eləyin. Əgər Məryəm müqəddəsdirsə, özünü müdafiə eləyər. Amma cənab yasakar. Səbr eləyin, səbr eləyin. Gözlərimə inanmıram. Qəribədir. İt ona toxunmadı. İtlərin qadın və uşaqlarla işi olmur. Nəyə gülürsən? Özümüzə gülürəm. Özümüzə? Bəli. Görürsüz bir qız bizi necə oynadır? Şirin nağıldır, cənab Bereklis. Sizə danışa bilərəm. Mənim üçün çox maraqlıdır. Danışın. Bir qızı məbədə nəzr elədilər. Bütün kahinlər gəlişinə etiraz etdilər. Əllərindən gələni elədilər ki, gəlişinin qarşısını alsınlar. Axır bir gün gördük ki, Qüdsün pillələri ilə yuxarı çıxır. Biz onu kiçiltdik, o böyüdü. Onu zəlil elədik, əziz oldu. Onu tənbih elədik, işdən azad oldu. İndi cəmaat onun sözlərinin vurğunu olub. Bizi şeytanın müridi, şeytanı bizim muradımız bilir. Belə deyil, cənab yasakar. Qulaq asın, qardaşlarım. Musanın şəriəti bütün bu zaman ərzində qüdrətlilərin qüdrəti sayəsində dəyişdirildi. Müqəddəs kitabda bu ifadələrə necə rast gəlmək olar? Müqəddəs kitabda məsələlər ayrı cür öz əksini tapmışdır. Zaman ötdükcə din xadimləri məsələləri öz başa düşdükləri və öz marağı... Cənab Zəkəriyya, tez olun, gəlin. Məryəm orada yıxılıb. Məryəm yıxılıb? Hardadır? Mən həmişə demişəm ki, cənab Zəkəriyya bu məbədin ən elmli kahinidir. Elədir. Oradadır. Məryəm. Məryəm. Nə olub? Allah şükür. Gözlərini açdı.
Yones, biraz su tök. Al. Oruç tutmusan? Sükut orucu da. Özünlə müqayət ol. Bütün məbəd yenə bir-birinə dəyib. Nə olub? Yenə nə baş verib? Cənab Zəkəriyya hər dəfə məbəddə tamaşa göstərməlidir ya yox? İnsafsızlığın da həddi var. Axı niyə hamınız onu işlədirsiniz? Onun zəif olduğunu görmürsüz? Bütün bu işlərə tab gətirmək onun üçün ağırdır. Cənab Zəkəriyya, siz özünüz israr eləyirdiniz ki, o məbədə gəlsin, biz yox. İndi illərdir ki, məbəddə işdən azad olub və bizim heç birimiz ona iş tapşırmırıq. Amma o, öz istəyi ilə, gizli şəkildə işləyir. O bütün bu özünü göstərmələri ilə hamının diqqətini cəlb eləyib. Kahinlərin və ravinlərin söhbəti ancaq ondandır. Məryəm, Məryəm! Küçələrdə, bazarda hamı ondan danışır və aşkar şəkildə deyirlər ki, Məryəm müqəddəsdir. Açıq və gizli olaraq onun görüşünə tələsirlər. Xəstələr ondan şəfa istəyirlər. Şəhərin ətrafındakilərin hamısı məbədi onun adı ilə tanıyır. Qəşş eləyib özünü zəif göstərir. Şayə yayır ki, məbədin ağır işindən ölümcül hala düşür. Bu da şəhərdə bizim zalımlığımız haqqında şayələrin yayılmasına səbəb olur. Məbədin xidmətçiləri də bizə qarşı bədbin olurlar. O, bəzi xidmətçilərin tənbəlləşməsinə və bizim fərmanımızdan boyun qaçırmasına səbəb olur. Ey biçarə qoca! Həqiqətən də Məryəm böyük cadugərdir. Bəli, o hamıya cadu eləyib. Salam. Cənab Mikailə salam olsun. Evdə olan qalanım bu idi. Bunu da sizə nəzir Bugün mən çox gətirmişəm. yorulmuşam. Xahiş edirəm, qəbul edin. Bu vaxt nəzir Çox gətirərlər. xahiş edirəm. Yaxşı, qəbul eləyirəm. Nəzriniz qəbul olsun. Ver görüm. Yaxşıdır, yaxşıdır. Məryəm, sən müqəddəs Məryəmsən.
Xahiş eləyirəm, mənə de, sən müqəddəs Məryəmsən? Mən Məryəməm. Neçə gündür ki, yolun əzablarına, ağrılarına dözmüşəm ki, bircə səni görüm Məryəm. Ey müqəddəs Məryəm, mənə rəhm elə. Bu dünyada səndən başqa bir ümidim yoxdur. Məni ümidsiz eləmə. Kiçik oğlum xəstədir. Təbiblər ona şəfa verməkdə acizdilər. Qurbanda kəsmişəm, bir faydası olmur. Hamı deyir ki, oğlum öləcək. İstəyirəm onun şəfası üçün. Mənə bir tikə çörək verəsən. Xahiş edirəm. Mən oğlun üçün dua eləyərəm. Ehtiyatlı ol. Əzizim, belə getsə sən üzülərsən. Sən hər gün yemək payını cəmaat arasında bölürsən. Özün də oruç tutursan. Bu qadınların bəziləri övladlarının şəfası üçün deyil. Aclığın şiddətindən bura üst tuturlar. Səndən aldıqları çörək gündəlik qidalarıdır. Sənəsə deyirlər ki, şəfa və təbərrük üçündür. Bilirəm. Eybi yoxdur.
Allaha and olsun gücsüz bədəni bundan artığa dözməyəcək. Axı nə vaxta qədər o hər gecə yemək payını kasıblar arasında bölüşdürəcək? Qorxuram zəiflikdən. Onun başına bir iş gəlsin. İndi onun yanına gedərəm. Pərverdigara, bizə Məryəm. göndərilən nemətlərə görə sənə şükr eləyirik. Salam Məryəm. Sənə şükr eləyirik ki, Dua bütün eləyirsən. bəndələrinə qarşı rəhimli və mehribansan. Sənə mane Onların olmayım. hamısını da sevirsən. Duanı saxlama. Ey Rəbbim, sən paksan və yalnız pakları özünə yaxın buraxırsan. Üzüm, Gecə gündüz səni özü də bu səsləyirəm fəsildə. ki, Pak olum. Amma əgər sənin Bunları lütfün sənin üçün mənə kim şamil gətirib? olmasa, vücudumdan çirkinlik çəkilməz. Məni bütün bəndələrinə yaxşılıq edənlərdən et. Ya Rəbbim, sənin lütfün qarşısında biz layiqincə şükr eləyə bilmirik. Bizi heç vaxt öz başına və yalnız buraxma. Ey Rəbbim, bizə rəhm elə. Cənab Zəkəriyyaya salam olsun. Salam usta. Salam. Davud. Məryəm üçün kimsə yemək aparır? Məryəm? Xeyr, cənab Zəkəriyya. Axı heç kim Məryəmi görmür. O həmişə öz otağında ibadətlə məşğuldur.